Salam dostlar. Niyə 2026-cı ildə Polşada sizə 800 plus ödənişi təyin edilməyə bilər? Bir çox insan düşünür ki, 800 plus ödənişi hər kəsə avtomatik verilir. Amma bu həmişə belə deyil. Əgər siz əcnəbisiniz, müəyyən şərtlərə cavab verməlisiniz. Əsas şərtlərdən biri odur ki, məktəb yaşında olan uşaq Polşanın təhsil sistemində, məktəbdə, zeruvka, texnikum və ya liseydə təhsil almalıdır. Bundan əlavə, ZUS sizin Polşada qanuni yaşamanızı, PESEL nömrənizi, faktiki yaşayış yerinizi və sənədlərinizin etibarlılığını yoxlayır. Bəzi hallarda isə hüquqi statusunuzdan asılı olaraq Polşada işləməyiniz və ya sahibkarlıq fəaliyyəti məşğul olmanız da tələb oluna bilər. Həmçinin ZUS əlavə sənədlər tələb edər və məlumatlarınızı dövlət reyestrləri vasitəsilə yoxlaya bilər. Ona görə də ZUS-dan gələn bildirişləri mütəmadi yoxlayın, məlumatlarınızı vaxtında yeniləyin və müraciətlərinizin statusuna nəzarət edin. Təəssüf ki, bir çox insan bu tələbləri yalnız mənfi qərar aldıqdan sonra öyrənir. Bəs siz bu dəyişikliklərdən xəbərdar idiniz? Şərhlərdə fikirlərinizi yazın.